Salam, mən Məhəmməd. Yaxın Şərqdəki münaqişə, xüsusilə İran və İsrail ABŞ qarşıdurması neft qiymətlərinə təsir edir, neft qiymətləri qalxır və iqtisadiyyata təsir göstərir. Hələlik münaqişə demək olar ki, tam dayanmayıb və davam edir. Ümid edirəm ki, gərginlik qısa müddətdə dayanar və sülh olar. Və bildirmək istərdim ki, Çin-Pakistan 5 bəndlik sülh təşəbbüsü hazırlanıb. Sülh planının məqsədi nədir? Sülh planının məqsədi 5 bənd əsas prinsiplərə dayanır. Dərhal atəşkəs və humanitar yardımın təmin edilməsi, münaqişənin yayılmasının qarşısının alınması, sülh danışıqlarına başlanması, tərəflərin münaqişələri zorakılıq olmadan həll etməsi və s. Və sual budur ki, 5 bəndlik təklif yaxşıdır. Mən oxudum və düşünürəm ki, BMT prinsiplərinin üstünlüyü, yəni təşəbbüsdaşlığa hörmət etdiyini göstərir. Yəni yaxşıdır. İzlədiyiniz üçün çox sağ olun.